millət vəkillərindən biri demiş ki, müəllim işi bitirəndən sonra getsin bir yerdə bənna işləsin. Yəni gör o dərəcədə, o da biabırçılıq demək olmaz ona. Yəni bu deyir ki, yəni ola bilər ki, o həmin millət vəkili gedib işləyib də 2 dəfə. 2 yerdə işləyib. Ola bilər qardaşı işləyib, əmsi oğlu işləyib, özü işləməsə də. Ola bilər qonşusu işləyib. Hardansa eşidib də. Hardansa eşidib ki, belə bir şey var da. Yəni işləmək olar. Ancaq müəllimin işləmək üçün o biraz elə bir millətin qürurudur ya. Başa düşdünüz? Elə ola bilər ki, elektrik gəlib 2 yerdə işləsin. Ola bilər mühafizəçi 2 yerdə işləsin. Bu bir şey deyil. Ancaq müəllimin 2 yerdə işləməsi, yəni təsvir edin bizim evdə biz evi təmir edirdik. Bizim evin kafelini müəllim vururdu. Bizim müəllimimiz vururdu. İşdən çıxıb gəlirdi. Elə bir ustanın köməkçisi idi. Müəllim vururdu. Mən elə bir müəllim bizim evdə araq içirdi. Məsəl üçün ustadır da. Belə sıxılırdım mən ki, o müəllim düz gəlmir axı bu. Yəni müəllim həm tərbiyə versin, həm tərbiyəçi gəlsin sənin evində işləsin. Bu biraz elə bir düz gəlmir də. Yəni həm o müəllimi sındırmaqdır məncə. Müəllim sınır, o cəmiyyət sınır. Cəmiyyət sınır. Müəllim çox böyükdür ya. Yəni bir şey Makedoniya İskəndər müəlliminə hörmət eləyib. Biz müəllimlər görmüşük ki, çox mənim müəllimim var idi, fizika müəllimi. Gülürdüm sonradan. O səhnə yadıma düşəndə evdə, indi yadıma düşür o. Utanıram, özümdən utanıram ki, mən vicdansızlıq eləmişim. Mən fizika müəllimi görmüşüm ki, pencəyi buradan sökülüb. Başa düşdünüz, lağ eləyirdi ona. İndi gör müəllim, 3 övladı vardı onun. Məcbur, səhər dururdu Sumqayıtdan, saat 6-da, 7-də zaten belə yuxudan dururdu, gəldi Hacı Zeynalabdan Nasosniyə. Avtobusla 1 saatlıq yol, 18-ci mikroyondan gəl Nasosniyə. Dərsdir, 2 növbədə, 2 ismendirlərdi, 2 növbədə saat 9-dan axşam 6-ya can, sonra da yorğun çıxıb gedirdi ki, evinə. Çatdırmırdı da, çox çətinlikdən keçir, dövr keçdi yaxı. İndi yaxşıdır müəllim, indi müəllim var ki, ipoteka ilə evdə verirlər müəllimlərə, güzəş maksimum səviyyədədir, müəllimlərə bölgələrdə torpaq verirlər, müəllimlər, yəni, indi 60 bal toplayan müəllim, o sertifikasiyadan, deyəsən sertifikasiyadan, o sertifikasiyadan 60 bal toplayan müəllimlər şəhərdə işlə verirlər, yəni yüksək əmək haqqı da verirlər. Yəni indi repetitorluq da var, əvvəl o da yox idi. İndi repetitorla olsa belə o qədər qiymət vermirdilər də, dəyər verilmirdi, yəni şey olaraq, pul olaraq. İndi daha yaxşıdır. Da yox, bizdə də bizim dövrdə də vardı repetitorluq. Amma hamı o səviyyəyə gəlib çata bilmirdi də. Elə bil mən bir dənə söz deyim, repetitor təzə bir iş idi deyən, hə? Hər müəllim bacarmırdı.